Bu videonu çəkməkdən məqsədim uşaqlarımız, mənim tələbələrim mənə hər hansı bir videonu atırlar ki, deyim, burada nə deyir? Yəni, bəzi yeni tədrislə məşğul olanlar, bu təhsil sisteminə yeni girənlər uşaqları başa düşə bilmirlər. Sadəcə bəziləri pul qazanmaq üçün qeydiyyatdan keçməsəniz sizi imtahan verə bilməyəcəksiniz deyirlər. Amma qeydiyyatdan keçmək üçün belə, yəni hələ bu gün etibarla ayın 1-i fevraldır. 18 fevralda başlayacaq bu qeydiyyat tarixləri. Əlbəttə ki, kim istəsə qeydiyyat eləyə bilər. Yəni 18 fevralda başlayacaq, hələ burada 17 günümüz var. İkincisi 18 fevralda başlayacaq və bu qeydiyyat tarixi davam eləyəcək martın 5-nə qədər. Yəni bu 15-16 gündə orada vaxtımız var. Xahiş edirəm, uşaqların yetərincə onsuz da stresi, həyəcanı var. Yəni bu həyəcanı da onun üzərinə qatmağa ehtiyac yoxdur. Məncə şagirdləri biz başa düşək. Yəni pul qazanmaq istəyirsə başqa sahələrdə mövcuddur. Əlbəttə ki, heç kim bu işi havayı görmür, amma yəni çox da uşaqları həyəcanlandırmağa ehtiyac yoxdur. Çox sağ olun. Bu videonu çəkməkdən məqsədim mənim öz şagirdlərimə aid olan hissədir ki, yəni onların qeydiyyatı, yəni internetdən bəzi şeylər görüb həyəcanı sıfıra ensin yəni. Çox sağ olun.